Herkese selamlar. Bugün size ədəbi bəyannaməsində elektron qaynağı əvəzləşdirməyin ən rahat yolunu göstərəcəm. Bu kim üçün lazımdır? Mühasiblər üçün. Bir qaynağı iki dəfə əvəzləşdirirlər. Kameralcar onun üçün və yaxud da daxili nəzarət daxiliyyat üçün ki, düzgün əvəzləşib ya yox. Birinci şitdə gələn qaynaları Excel'dən yüklüyorsunuz internetdən. Burada istəsəz əvəzləşdirmək istəmədiyiniz, yəni heç vaxt əvəzləşdirməsinizin qarşısına no yazsanız, avtomatik olaraq bura düşür. Yəni no ədəbi olursa, biz kristal su aldığımız qaynaları əvəzləşdirmirik. Əvəzləşən qaynalar isə verginin saytında olan qaynələrimizin siyahısıdır. Girib oradan götürürsünüz. Bu qaynalar əvəzləşib qalan qaynalar əvəzləşdikdən sonra yerdə qalan və yaxud da artıq əvəzləşən qaynaları avtomatik olaraq çıxardır. Artıqlar özünüzü yoxlamaq üçün ki, kamera gəlib bizdən müasib hal-hazırda bu iki qaymanı iki dəfə əvəzləşdirib və yaxud da artıq yazıb 450 manat qaymaya 840 yazıb. Yəni bir dəfəyə yazmayıb, ola bilsin iki dəfə yazıb deyə qayma mənfiyə gedib və təbii olaraq kameralı gəlib. İndi əvəzləşdirmək istədiyimiz qaymaları seçirik buradan. Azercell 1 və yaxud da tam ki Azercell 2, bir dənə də bu qayma yoxdur. Bu qaymada qalıq var. Bunu əvəzləşdirəcəyik. Vururuq ki, bu qaymaları əvəzləşdirmək istəyirik. Avtomatik olaraq düşür bura. Ödədiyimiz məbləğləri yazaq. İndi Azercell artıq ödəniş etsəm ki, mənfiyə düşmə səbəbini görəsiz. Rahat nətər düşür. Bu qaymada isə baxın, qalmışdı 13 manat 20 qəpik. 13 manat bura yazırıq, 2 manat da ƏDV-sini yazırıq ki, yəni bu qədər qalığı biz ödəyəcəyik, yəni ödəmişik. 38-ci kod qeyd olunur hamısına, həm XML hazır olur, XML hazır olduqdan sonra EPP proqramından rahatlıqla baxa bilərsiniz, paketləyib göndərə bilərsiniz və yaxud da hazır paket var, onun içinə də əlavə edə bilərsiniz. Avtomatik hesablıqya düşür. Saat olaraq biliriz ki, ən son və sentyabr ayı üçün. İndi əvəzləşdikdən sonra avtomatik olaraq özünüzü yoxlamaq üçün əvəzləşənlər siyahısını atırsınız. Yəni verginin saytından qabaq bura atırsınız. Qalan ƏDV-ləri yenilənmə verirsiniz. İndi bayaq əvəzləşdiyimiz ƏDV-lər Azercell mənfidir. Baxın. Bunu yoxlayıram ki, tam dəqiq görəsiniz. Mənfiyə 700 manat yazdığımıza görə qaymaya baxaq. Qalıq nə qədərdir? Siyahıda yoxdur, yəni sıfırdan fərqli olduğuna görə. İstəsəz sıfırlı olaraq da baxa bilərsiniz. Yəni sıfırlı olaraq da burada bütün sıfır olanları da göstərir. Sadəcə bir sıfırdan fərqli burada digər qaymələr sırf əvəzləşəcəyimiz qaymələr çıxır. Baxın, 0-0 olaraq düşdü. Hər kəsə bunlar Excel əldə etmək üçün mobil nömrəyə WhatsApp-na yaza bilərsiniz.